Bugün də sizə maraqlı yeməklə gəlmişəm. Bugün badımcanlı lazanya edəcəyik. Bunun üçün 1 kiloqram badımcanı soyub, dilimləyib, 2 xörək qaşığı duz əlavə edib, duzlu suda isladıram ki, acı suyunu buraxsın. Daha sonra dəsmal üzərinə sərib quruduram. Daha sonra 1 kiloqram çəkilmiş əti tavaya əlavə edib qovururam. Sonra 3 ədəd pomidor, 3 ədəd soğan, 1 ədəd acı biber, 3 diş sarımsağı da rondodan keçirdib ətə əlavə edəcəm. Birinci soğanı rondodan keçirdirəm, daha sonra isə pomidorları rondodan keçirdirəm. Sonra isə badımcanları qovurmağa başladım. Bir tərəfdə də ətimizi qovururam. Badımcanlar qovurulduqca əti də kənarda qovururam. Artıq badımcanlarımız qəşəng qızarıb. Sonra isə soğanı ətimizə əlavə edib qovururam. Badımcanlar qızardıqdan sonra götürüb yenilərini əlavə edirəm. Sonra isə ətimizə duz istiot əlavə edib, pomidorunu da əlavə etdikdən sonra 1 yemək qaşığı da tomat pastası əlavə edib qarışdırıram. Əti soşun olmalıdır. Pomidorun suyu, ətin yağı, yağ əlavə etməmişəm. Daha sonra sobanın tavasına badımcanlarımızı düzüb, sonra isə üzərinə əti əlavə edirəm. Badımcanları birinci duzla əlavə edirəm, sonra isə ətini əlavə edirəm. Bu prosesi badımcanlarımız, ətimiz bitənə kimi təkrarlayıram. Sonda isə üstdə badımcan qalır. Onun üzərinə də süzgəcdən keçirdiyim Holland pendirini əlavə edirəm. Daha sonra 200 dərəcəli ocaqda sadəcə üstü bişənə kimi bişirirəm. Ocaqdan çıxartdıq. Qoxusu möhtəşəm gəlir. Dilimlərə ayırıram. Servis edirəm. Dadını çox sevdim. Evdəkilər də çox bəyəndi. Mütləq evdə sınayın. Çox gözəl dadı var idi. Evdə pişirən hamıya nuş olsun.